Siyəzən rayon icra hakimiyyətinin keçirmək istədiyi 3 tenderin hamısı ləğv edilib. Bir xəbər media tribunu aza istinadən xəbər verir ki, icra hakimiyyətinin ləğv edilən tenderlərindən biri Siyəzən şəhərinin şəhər daxili yollarının əsaslı təmir işləri ilə bağlı olub. 212.888 manatlıq büdcəyə əsaslanan təmir işlərinin dayandırılması səbəbi isə qanunvericiliyin tələbinin pozulması olub. İkinci tender isə Siyəzən şəhəri Heydər Əliyev küçəsi 17-19-23 nömrəli binaların əsaslı təmirini ehtiva edib. 29.289 manatlıq layihənin dayandırılmasında hazırlanan sənədlərin və iştirakçı sayının 3-dən az olması olub. Rayondakı 3-cü tender isə Mədəniyyət Nazirliyinin reallaşdırmaq istədiyi təmirlə bağlı olub. Belə ki, Nazirliyin tabeliyində olan əsaslı tikinti və təchizat MMC Siyəzən rayon Heydər Əliyev mərkəzinin cari təmir işləri ilə bağlı xidmətinin satın alınmasını reallaşdırmaq istəyib. Bunun üçün 25.876 manat vəsait ayırmaqda nəzərdə tutub, lakin nəticələr ləğv edilib. İddialara görə isə tenderlərin ard-arda ləğv edilməsinin əsas səbəbinin icra başçısı Novruz Novruzovdan qaynaqlandığı bildirilir. Mənbələr qeyd edirlər ki, son zamanlar hakimiyyət dairəsinin icra başçısına etimadı azalıb. Həmçinin onun yaşlı olması səbəbindən artıq uzaqlaşdırılması prosesinə də start verilib. Bu səbəbdən də rayondakı bütün işlərin hamısı dayandırılıb. İddia edilir ki, Siyəzəndə bütün işlər yaxın günlərdə yeni təyinat alacaq icra başçısı tərəfindən görüləcək. Novruzovun isə bu ayın sonuna kimi postundan gedəcəyi gözlənilir.